Yezekel 45-ci fəsil. Rəbbə verilən torpaq payı. Ölkəni irs olaraq payladığınız zaman, Rəbb üçün torpaqdan pay kimi 25 min qulac uzunluğunda, 10 min qulac enində müqəddəs bir bölgə ayırın. Bütün bu bölgə müqəddəs olacaq. Bu bölgədən dördbucaqlı şəklində uzunluğu və eni 500 qulaclıq bir hissə müqəddəs məskən üçün, 50 qulaclıq bir yer isə ətrafındakı açıq sahə üçün ayrılsın. Bu ölçü ilə bir hissə ölç. Uzunluğu 25 min qulac və eni 10 min qulac olsun. Müqəddəs məkan, ən müqəddəs yer orada olacaq. Bu ölkənin müqəddəs payı olacaq. Bu yer məbəddə xidmət eləmək üçün Rəbbə yaxınlaşan kahinlərə ayrılacaq. Burada kahinlərin evləri, müqəddəs məkan üçün müqəddəs yer olacaq. Məbəddə xidmət eləyən levlilərə mülk olaraq 25 min qulac uzunluğunda, 10 min qulac enində bir bölgə verilsin. Orada yaşamaları üçün onlara məxsus şəhərlər olacaq. Müqəddəs bölgəyə düşən hissə ilə birlikdə şəhər üçün eni 5 min, uzunluğu 25 min qulac olan bir hissə ayırın. Bu, bütün İsrail xalqı üçündür. Başçıya verilən torpaq payı. Müqəddəs bölgəyə düşən hissə ilə şəhərə düşən hissənin hər iki tərəfindəki torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar qərbdən qərbə, şərqdən şərqə doğru uzanacaq və qərb sərhədindən şərq sərhədinə qədər uzunluğu bir İsrail qəbiləsinə düşən hissə qədərdir. Bu torpaq İsrail rəhbərinin payı olacaq. Bundan sonra rəhbərlərim xalqıma bir daha zülm eləməyəcək. Ancaq ölkəni qəbilələrinə görə İsrail nəslinə verəcək. Xudavənd Rəbb belə deyir: Ey İsrail rəhbərləri, artıq bəsdir. Zorakılıqdan və ziyankarlıqdan əl çəkin. Ədalətli və salih əməllər eləyin. Xalqımı öz torpaqlarından qovmayın. Xudavənd Rəbb belə bəyan eləyir: Düzgün tərəzi ilə çəkin. Çəkdiyiniz efada, bat da düzgün olsun. Efa ilə bat eyni çəkidə olsun. Bat xomerin 1/10-ə, efa da xomerin 1/10-ə bərabər olmalıdır. İkisinin çəkisi də xomerə görə olsun. Bir şekel 20 geraya bərabər olmalıdır. 20, 25, 15 şekel birlikdə bir minaya bərabər olmalıdır. Qurbanlar və bayramlar. Gətirəcəyiniz təqdimlər bulardır. Hər xomer buğdadan efanın 1/6 qədər buğda, hər xomer arpadan efanın 1/6 qədər arpa verin. Zeytun yağını isə bat çəkisinə görə ölçün və hər kor zeytun yağından batın 1/10 qədər təqdim eləyin. Bir kor 10 bat yaxud bir xomerə bərabərdir. İsrailin sulu otlaqlarındakı sürüdən 200 qoyundan bir qoyun götürülsün. Bu qoyunlardan taxıl təqdimləri, yandırma qurbanları və ünsiyyət qurbanları üçün istifadə edilsin ki, xalq kəffarə olunsun. Xudavənd Rəbb belə bəyan eləyir. Bütün ölkə xalqı bu təqdimi İsrail rəhbərinə verəcək. İsraildə keçirilən bütün bayramlarda, şənliklərdə, təzə ay mərasimlərində və şənbə günlərində yandırma qurbanları, taxıl və içmə təqdimlərini təmin eləmək rəhbərin işi olacaq. Günah qurbanını, taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər təmin eləyəcək ki, İsrail nəsli üçün kəffarə versin. Xudavənd Rəbb belə deyir: 1-ci ayın 1-ci günü qüsursuz bir buğa götürüb, müqəddəs məkanı pak elə. Kahin günah qurbanının qanından götürüb, məbədin darvazasının yan taxtalarına, qurbangahın üst çıxıntısının 4 küncünə, İçəri həyətin darvazasının yan taxtalarına sürtsün. Səhvən yaxud bilmədən günah eləmiş adam üçün də həmin ayın 7-ci günü eyni şeyi elə. Beləcə məbədi pak eləyəcəksən. 1-ci ayın 14-cü günü Pasxa bayramını 7 gün keçirin və mayasız çörək yiyin. O gün rəhbər özü və bütün ölkə xalqı üçün günah qurbanı olaraq bir buğa hazırlasın. 7 gün bayram ərzində hər gün Rəbbə yandırma qurbanı olaraq, qüsursuz 7 buğa ilə 7 qoç, günah qurbanı olaraq bir təkə təmin eləsin. Taxıl təqdim olaraq hər buğa və qoç üçün bir efa taxıl, hər efa üçün bir hin zeytun yağı təmin eləsin.
7-ci ayın 15-ci günü başlayan və 7 gün davam eləyən bayramda rəhbər günah qurbanlarını, yandırma qurbanlarını, taxıl təqdimlərini və zeytun yağını hər gün eyni miqdarda təmin eləsin.